Heç kimsə bunu deməyəcək. Amma IT layihələrinin 90%-i zəif proqramçılara görə yox. Müştərilərin əslində nə istədiyini heç kim anlamadığı üçün uğursuz olur. Məhz buna görə IT biznes analitiki indi bir çox proqramçılardan daha çox qazanırlar. Təsəvvür elə, şirkət tətbiq hazırlanmasına $50.000 pul xərcləyir. Buraxılışdan sonra isə bəlli olur ki, ondan heç kim istifadə etmir. Niyə? Çünki biznes pul dilində danışır, proqramçılar isə kod dilində. Biznes analitik onların arasında körpüdür. O, biznesin istəklərini IT üçün dəqiq tapşırıqlara çevirir və hələ kod yazılmağa başlamazdan əvvəl şirkətin $10 minlərlə qənaət edir. Bu peşəni mənimsəmək klassik proqramlaşdırmadan daha sürətlidir. Həmçinin bazarda da buna tələbat çox böyükdür. IT sahəsinə yüksək gəlirlə daxil olmaq istəyirsən, şərh bölməsində analitika yaz, sənə daha ətraflı məlumat göndərək.